Qalib müəllim, mən məşqə başlamaq istəyirəm, amma özümdə iradə toplayıb məşqə başlaya bilmirəm. Yəni çalışmaq istəyirəm ki, özlərimdə biraz məşqə başlayım, yəni iradəm güclü olsun. Mən başa düşdüm sənin sualını. Deməli, sualı verən şəxs, mənim özbəyiz oturan şəxs, mənim dostum qardaşım belə bir sual verdi mənə. Sualın məğzi nədir? Yəni məşqə getmək üçün başlaya bilməm, yəni gedə bilməm. Elə bilirəm ki, getsəm nəsə belə nəticə əldə edə bilməyəcəm falan. Bu dəfə mənim mövzum onlayn məşq olmayacaq. Mənim yanıma gəlin falan, müəllimin yanına gedim olmayacaq. Məşq eləmək üçün birinci növbədə sən onu istəməlisən. Yüzlərlə insan zala gəlib və gedib. Yolda da kütlədə görəndə hər birindən soruşuram. Zala niyə gəlmirsən? Hər birinin bir sözü olur. Abi nə bilim, biraz başım qarışdı, biraz problemlərim oldu. Mən həmişə demişəm, bax, ailə daxil, yəni daha doğrusu ailə problemləri xaric, bütün problemlər keçicidir. Məsələn, sənin tutalım maşını, məsəl üçün Allah uzaq etsin, avariya eləmişsən, vurulsan, qalmısan maşınsız. O nə deməkdir? Sən maşının yoxdur deyə zala gəlib getməməlisən. Nə çox oğlan, nə çox xanım, nə çox qız avtobusla gedir, gəlir, taksi ilə gedir, gəlir, piyada gedir, gəlir. Məşqə başlamaq üçün uşaqlarda birinci növbədə sən bunu istəməlisən, qarşıma məqsəd qoymalısan, neçə aya bədən yığa bilərəm. Sən fikirləşməməlisən ki, o nə deməkdir ki, məsələn, mən tutaq ki, mən sənə dedim ki, 3 aya mən səni normal bədənə gətirirəm də, hə. Sən onda belə çıxır ki, 3 aydan sonra öz normal formaya gəldin biraz belə, hə, istədiyin kimi biraz qutu kimi oldu. Ondan sonra sən məşq eləməyəcəksən. Məşq eləməyəcəksən, təbii ki, təzədən çöküş yaşayacaqsan, əvvəlki vəziyyətə qayıdacaqsan, piylənəcəksən, arıqlayacaqsan, baxırsan genetikaya. Fərqi yoxdur. Hər bir şəxs, sağlam bir şəxs, hətta mən sizə deyərdim ki, müəyyən problemləri olan şəxslərdən, yəni sağlığı ilə bağlı idman eləməlidir. Ağırlıq məşqi deyiləndə isə uşaqlar, hər kəsin ağlına bir şey gəlir ki, yəni mən gedib orada ağır işləyəcəm. Yox, elə bir şey yoxdur. Sən gəlirsən sadəcə o qanteli qaldırırsan, o ştangı qaldırırsan, biraz stresin azalır, fikrin yayınır. Minimum həftədə 3 dəfə məşq eləməlisən. Bu sözü mən hər dəfə hər kəsə demişəm. Yəni mən məşqə başlamaq istəyirəm, işlərimi səhmana qoyum falan. Yəni qardaşlar, işlərin səhmana düşməyəcək. Problemlər keçicidir, müvəqqətidir, amma həmişə var. Bu gün maşını düzəltdirəcəksən, məsəl üçün sabahlarım başqa bir problemin çıxacaq. Məsələn, tutaq ki, bərbər işləyirsən. Bərbərxananda, məsəl üçün deyirəm, aristonun partlayacaq. Belə sənin başına gələn şey. Bildin necə? Yəni, aristonun partlamağı səni maksimum bir gün məşqdən saxlaya bilər. Ola bilər ki, məsələn, sənin hər hansısa bir işindən bağlı bir problem, məsələn, stolları dəyişirsən, tutaq ki, obyekt işlədirsən, stolları dəyişməyin sənin bir günü olacaq. Bu o demək deyir ki, sən onun barəsində hər gün fikirləşəcəksən və bir ay məşqi buraxacaqsan və bir də deyirsən ki, yox, bir də kimdir məşqə gedən? Sumkavı yığmalısan, pastayan hazır olmalıdır, vaxt tapan kimi ki, məşqi eləməlisən. Necə ki, çayxanada oturub çay içməyə vaxtım var, nət çırpmağa vaxtım var, domino vurmağa vaxtım var. Və sən istirahət hər birimizin hüququdur. Hər bir şəxsin istirahət hüququ var. İstirahət eləməlisən, çay içməlisən, kovid içməlisən, yemək yeməlisən, dincəlməlisən də, yatmalısan da. Amma sənin durub bir dənə problemə görə ümumiyyətlə məşqi saxlamağın, məşqi axsatmağın və yaxud da məşqi ümumiyyətlə getməməyin. Bir də belə bir problem olur, bir də bunu da deyim, çox xahiş edirəm. Video uzun olacaq, amma baxacaqlar, buna əminəm. Belə bir şey olur, belə bir problem olur əksəriyyətdə. Zala gəlirəm, deyir, utanıram və mən yüngül çəkin işləmək. Jimnaziyada məsələn, mən işləyirəm, qardaş, 100 kilo ilə. Ora daşlar dolur, daş 3 dənə, 2 dənə, 110 kilo, 120 kilo vururam. Sən gəlirsən, qardaş, özünü kiməsə göstərmək üçün mi deyim, öz eqova sığışdırmırsan, haçansa vurmursan da, tutaq ki, müəyyən bir çəkini. Qoş qritlə işləməlisən də birinci. Götürürsən, ağır çəki qoyursan, zədə alırsan, məşqdən soyuyursan. Yəni, belə bir şey də olmaz. Gəlirsən, gücün çatan çəkini qoyursan, sən əzələlərinin inkişafına, öz cümrahlığına, sağlamlığına baxmalısan. Yəni, sumkavı yığ, qardaş, məşqivə get. Arıqsansa yekələcəksən, combulsansa arıqlayacaqsan. Gəzəndə təngi nəfəs olursa, təngi nəfəsliyin gedəcək. Ürəyində problem yaranacaqsa, inan ki, yaranmayacaq. Kardioları eləməlisən. Mən həmişə demişəm, ola bilər sənə çiyinin zədəli tərpədə bilmirsən, gipsdədir, get velosiped sür. Get otur velosiped sür. Kişisən, bax, prostatıva xeyirdir, kardio eləyirsən, yağ yanır, ürək qan damar sisteminə xeyirdir. Yəni danış bitməz. Bu barədə bir dənə də video çəkəcəm. Qaroçi, məşqi elə, məşqi yığ, get məşqə. Zala yazıl. Başlama, bir işi başlama. Öz elə bitirmək deməkdir. Məşqi elə. Maçı.